Almaniyanın keçmiş prezidenti Wolf da bir maraqlı açıqlama verib. Deyir ki, dünyanın Türkiyəyə olan ehtiyacı Türkiyənin dünyaya olan ehtiyacından daha çoxdur. Bəli, Bax, bu açıqlamanı necə şərh edə bilərsiniz? Wolf'un bu açıqlaması gerçəkdən bir həqiqətin etirafıdır. Bugün Türkiyə elə bir siyasi güc qazanıb ki, özünün daxili potensiallarından, geosiyasi gücündən, bütün dünya dövlətləri içərisində oynadığı rolla və apardığı siyasətlə, ədalət prinsiplərinə söykənən siyasətindən, işğalçılığa yox demək, savaşlara yox deməklə barış siyasətini apardığına görə mən derdim ki, bugün belə bir siyasətdə Türkiyənin üstündə ikinci bir dövlət yoxdur. Bütün savaşlar zamanı savaş tərəfdarı olmadı, barış missiyasından çıxış elədi. Ukrayna-Rusiya savaşında belə hər iki tərəflə məsafəni qoruyaraq barışa güclü bir iradə sərgilədi. Bugün Orta Doğu siyasətində Suriyanın azad olmasında gördünüz ki, artıq yumuşaq güc kimi deyil, sərt gücünü göstərən bir Türkiyə olaraq Suriyanın bütünlüyünü qorudu. Orta Doğu'nun paramparça olmasının qarşısını aldı və nəhayət də İran savaşında hər kəs bunu gözəl bilir. Artıq qərb analitiklər də bunu yazır ki, Türkiyənin mövqeyi İranın parçalanmasının qarşısını aldı bir mənalı. Yəni Türkiyə fərqli bir siyasət yürütsəydi İran parçalanmışdı. O baxımdan İran bunu dərk eləyirmi? Bilirsiniz, İran yetkililəri də yetkililərindən daha çox xalq bugün Türkiyə olan simpatiyasını gizlətmir. Bunu biz hər yerdə görürük. Türkiyədən ora gedən humanitar yardıma aparan insanların qarşılanmasında görürük, açıqlamalarında görürük. Rəsmi dairələr bugünə qədər Türkiyənin əleyhinə bir dənə açıqlama verməyib. O adətcar olan ayrı-ayrı qurumların rəhbərlərindən Türkiyənin əleyhinə hansı açıqlamanı biz görməmiş. Yalnız bir Cabbar İbrahimi adlı general bir açıqlama vermişdi. Həm Türkiyənin, həm də Azərbaycan. O generalı işdən aldılar, istefaddan bilirsiniz. İran rəsmiləri də artıq Türkiyənin əleyhinə danışmağın nə qədər arzu edilməz olduğunu hər kəsə bildirdi. Bu, belə bir İran təbii ki, Türkiyənin bu mövqeyini çox gözəl dəyərləndirir və hər gün də bunun öz üzərində hiss edir ki, Türkiyə olmasa onun başına böyük bəlalar gələrdi. Bugünkü İran yetkililəri çox gözəl başa düşür ki, ondan savaşan güclərə Türkiyə və təbii ki, Türkiyənin bircə Azərbaycan balaca işıq yandırsaydılar, İranda xalq bugün savaşa qarşı mübarizəni deyil, əksinə neytral belə qalmaqla rejimin yıxılmasına səbəb ola bilərdi. Bu baxımdan biz öz daha çox qiymətimizi verməliyik. Bugün Wolf açıq etiraf edirsə, mən edirəm ki, zaman gələcək bütün dünya siyasət bilimciləri və siyasətçiləri bu etirafları edəcəklər.